Bu video çox içdən ola bilər. İndidən deyirəm, əgər kimsə sünniliyi sevirsə, bu videonu keçsin. Çünki çox içdən bir video çəkirəm və sizlə bölüşürəm. Xaricə çıxmaq istəyənlər və ya xaricdə qalanlar, hazırda kimsə xaricdən baxırsa bu videoya, Azərbaycandan kənarda, onlar daha yaxşı başa düşəcəklər. Deməli, mövzu yoxdur. Sadəcə sizlə bu neçə ildir mən xaricdə yaşayıram. Neçə ildir? 2018-dən çıxmışam da. Yəni 8 years. 8 ildir xaricdə yaşayıram və onu sizlə bölüşəcəm ki, nələr keçib, nələri hiss eləmişik və bu videoda 100% əminəm ki, məni 2018-dən bu yana videoma baxan insanlar olacaqlar. Deməli, belə bir şey var ki, sən ölkədən çıxmaq bir həvəsindəsən. Gecə-gündüz çalışırsan, nə bilim, videolara baxırsan, YouTube-da nəsə bir adam tapırsan, ona başlayırsan yazmağa, Facebookda kimsə dostluq göndərirsən, ona birbaşa məlumat almaq istəyirsən, bir yolla, nə bilim, pul düzəldirsən falan, çıxırsan xaricə. Və xaricə çıxandan sonra da, deyərlər bunu Avropa olsun, Kanada, nə bilim, Amerika, fərqi yoxdur, daha hara olur olsun. Çıxandan sonra içində belə bir his var ki, aeroporta çatanda I did it. Belə bir his gəlir adamın içinə. Aeroportdan hələ çıxmamısan, heç elə o düşdüyün ölkəyə, şəhərə, aeroportdan çıxmamısan, amma o təyyarədən düşüb girirsən aeroportun içinə. Onda bir dənə fəxr hissi gəlir ki, I did it. Elədim bunu, çünki neçə vaxtı bunun ətrafında çalışırdım, axır ki eləmişəm. Sonra başlayırsan belə ilk həftəni ətrafı tanışdıq üçün falan gəzməyə, nə bilim, şəhəri tanımağa başlayırsan, shopping mollarına gedirsən. İlk şey, indi belə deyim də, sənə əgər 18-20 yaşların əvvəlindəsənsə, belə bir his gəlir ki, bəlkə gedim dükana avokado alım, sonra peanut butter alım. Bu, xaricə çıxan tələbənin ilk aldığı şeylərdir də. Yəni, çəkirsən bunun şəklini, göndərirsən evə, sonra dostlarınızla göndərirsən, avokado, sonra kofe zad alırsan özbə, səhərlər ancaq kofe içirsən. Özbə biraz elə bir ki, xarici mühitdə öyrəşdirirsən və xaricdəki insanlar kimi yaşamağa başlayırsan. Çünki monotonluqdan, öz ölkəndə olan, yəni 20 il tutaq ki, öz ölkəndə yaşamısan, artıq təzə bir şeyləri kəşf eləmisən və o mühitin içində özünü öyrəşdirmək istəyirsən ki, yəni mən onlar kimi yaşayıram. Nə bilim, avokadonu alırsan, həvəslənirsən, səhərlər özbə yemək hazırlayırsan, hansı ki, Bakıda olanda şirin çayı belə içəndə iyrənə içirdin ki, gündə bunu eləmək istəmirəm mən. Nəysə, bu qudurğanlıqdır, sadəcə bu belə deyim, mühitə öyrəşməkdir və özünü həmin mühitdəki insanlarla uyğunlaşdırmaqdır deyək də. Və biraz da bunu qaldıraq. Sonra başlayırsan təzə adamlar, dostlar tapmağa çalışırsan. Bunda da belə bir şey deyim, bəzi tənbəl adamlarda ilk tapdıqları o olur ki, türklərin olduğu kruqa girim və ya belə deyim də, xaricilərlə hələ ki o qədər də öyrəşməmişəm, tanımıram, qoy özümüzünkilərlə başlayım, türklərlə başlayım. Burada səhv fikir, mən fikirləşirəm ki, bu səhvdir. Niyə görə? Çünki nə qədər sən həmin ölkənin insanları ilə və ya əcnəbi bir insanlarla dostluq eləsən, kruq yaratsan özünə, daha çox adaptasiya müddəti sizin üçün rahat olar və qısa müddətdə də adaptasiya eləyərsiniz. Biraz tənbəllik eləyir. Çünki belə bir məsələdir ki, türklərlə başlayandan sonra tənbəllik gəlir adama. Onların elədiyi şeylər sənin öz ölkəndə olan şeylər kimidir və getdikləri yerlər, yedikləri yeməklər, danışdıqları söhbətlər hamısı sənin öz aid olduğun, öz öyrəşdiyin, qulağının, gözünün öyrəşdiyi, beyninin öyrəşdiyi şeylərdir. Zarafatları da eynidir və inkişaf görməmiş kimi olursan. Amma xarici bir insanlarla görəndə daha çox öyrənməyə və yaxud da ki, daha çox özünü düzəltməyə, beynini biraz formalaşdırmağa çalışırsan. O pis başa düşməyin ki, məsəl üçün, beynimi öyrəşdirmək, nə bilim, onlara öyrəşmək falan, avropalaşmaq. Ya, bu o deməkdir. Sadəcə belə deyim də, sən öz qabından biraz kənara çıxırsan və öz ətrafından biraz daha üstününü fikirləşməyə başlayırsan, qərarlar verməyə başlayırsan. Nəsə, 1 ay, 2 ay belə keçir. Ondan sonra deyirsən ki, nə deyə bu? Bunun üçün gəlmişəm. Yəni, fikirləşirsən ki, bu bəsdir. Mən neçə vaxtı, 2-3 il bunun üçün çalışırdım, indi çıxmışam. Nə? Yəni, neyniyim? Yəni, budur, yəni, bunun üçün çalışırdım. Ondan sonra oturmuşdum rahat.
Azərbaycanda nəsə bir işim var idisə, onlarla məşğul olurdum. Sonra maaşım var idisə, maaşla məşğul olurdum. İndi burada gəlmişəm. Məsəl üçün həftədə bir dəfə chicken alıram. Sonra nə bilim ayda bir dəfə beef alıram. Və bunun üçün gəlməmişdim axı mən. Daha yaxşı şeylər üçün gəlmişdim və onda sən biraz təkliyə çəkilirsən və fikirləşməyə başlayırsan. Çünki təklikdə daha çox adam özünlə danışır və daha çox öyrənməyə başlayır. Biraz da belə deyim, gələcək qorxular gəlir adama ki, mən artıq burada qalmışam və həqiqətən də mən həyatımı burada davam etmək istəyirəm yoxsa yox. Çünki tanıdığım adamları bilirəm və yeni tanış olduğum insanların beyni necədir, bunların dünya görüşü necədir, mənə uyğundur yoxsa yox. Başlayırsan gələcəyimi fikirləşməyə ki, mən məsələn burada ailə qursam necə, mən xarici ilə ailə qursam necədir və yaxud da ki, mən öz gələcəyimi bu xaricilərin içində qursam necədir, iş tapım bəlkə. Fikirləşirsən o yan bu yan və başlayırsan nə bilim tələbə işləri ilə məşğul olmağa. Nəysə, bu biraz da belə keçir. Ondan sonra belə deyim, bu period sizin üçün öyrəşmə və öyrənmə periodudur. Fikirləşməyin ki, mən burada səhv eləyirəm və yaxud da ki, mən burada motivasiyadan düşməliyəm. Motivasiya sözünü ümumiyyətcə çox sevmirəm. Çünki motivasiya müvəqqəti bir şeydir. Əgər sənin disiplinin yoxdursa, motivasiya sadəcə bir müddətlik gəlir, içində hirsi oyadır və sən başlayırsan fikirləşdiyi daha dərindən fikirləşməyə. Amma motivasiya bitəndən sonra eyni fikirlər, yəni eyni addımlar olur. Motivasiya o vaxt güclü işləyər ki, sənin actionun, sənin hərəkətlərin, disiplinin bundan davam eləyir. Və çalışın ki, bu spike-dır da, belə qığılcımlardan uzaq durun. Sadəcə yavaş-yavaş qalxmağa doğru gedin. Çünki motivasiya belə bir şeydir, yəni birdən şarp qalxır, sonra düşür. Amma sən yavaş-yavaş build up eləsən onu, daha effektivli olar gələcək. Nəsə sözümüz ondadır, özünüzü qorxutmayın. Və daha sonra belə deyim də, bunun sizə gəlməyi həqiqətən də yaxşı bir mərhələdir. İndi çox adam bəlkə də məni hiss eləyər dediyimi ki, həqiqətən də mən hazırda o mərhələdəyəm. Deyək ki, ilk ilimdir, xaricdə yaşayıram və eyni şeyləri hiss edirəm. Bu əksinə yaxşı bir şeydir, yaxşı bir hissdir. Niyə görə? Çünki siz öz ölkəmizdən çıxdınız, bir mission accomplish elədiniz. Daha sonra boşluğun içində hiss edirsiniz özünüzü. Bu o deməkdir ki, siz yenilik axtarırsınız, daha üstün bir şey. Mən belə deyim də, öz ölkəmdən çıxmağı, bu addımı atdım, uğur qazandım. İndi mən olduğum yeri də belə deyim də, özümə biraz az görürəm, elədiyim işləri biraz özümə az görürəm, tənbəllik kimi görürəm. Bu yaxşı bir şeydir. Çünki bu sənə onun üçün kömək eləyəcək ki, bundan da məsələn, olduğum yerdə, hazırda olduğum ölkədə də biraz şəraitimi yaxşılaşdırım, biraz yaşayışımı yaxşılaşdırım və yaxud da ki, olduğum ölkədən başqa bir üstün ölkəyə çıxım. Bu həqiqətən də bir yaxşı bir şeydir və hazırda təkliyin səbəbi də məhz odur ki, sən inkişafa meyillisən. Yox, sənin elə bütün günün deyib, gülməklə, dostlarla orada, parti filan bununla keçirsə, deməli, bu boşluqdasan sən. Sorry. Deməli, sən boşluqdasan. Və çalışın ki, o boşluq hissini yaşatmayasınız özünüzdə. Çünki xaricə çıxan tələbələrin və yaxud da tələbə olmasın, gənc adamlar var ki, iş üçün bir yolla tapırlar, çıxırlar və elədikləri aktivitelər nədir? Gamingdir. Belə deyək də, bu PlayStation oynayırlar, sonra həftə sonları partiya gedirlər və yaxud da, yəni bu onlar üçün normal bir şeydir, amma bu yaşayış belə deyim də sıxıcı olur, getdikcə sıxılır və sən bunun içindən nə vaxt çıxacaqsan qarantiyası yoxdur, ola bilər ki, heç çıxmayasan və orada qalasan həmin şeyin. Çalışın ki, bunu düşməyin, bu həmin şəraitə düşməyin, bacardığınız qədər tez özünüzü inkişaf elətdirmək üçün məşğul olasınız. Və belə deyim, bu videoda indi dediyim kimi də raw danışırıq, heç bir editing yoxdur, heç bir belə flashy effektlər falan yoxdur. Sadəcə sən, mən xaricdə yaşayırsan, mən də xaricdə yaşayıram və yaxud da ki, sən xaricə çıxmaq istəyirsən, Azərbaycanda bir potensialı olan gəncsən, biz söhbət eləyirik özümüz üçün. Bu videonu heç kimlə paylaşmayın. Sadəcə özünüz qulaq asın, özünüz baxın, heç kimlə də heç nə bölüşməyin. Nəysə,
Deməli, bundan sonraki bir mərhələ nədir? Sən təklikdə artıq sıxılmağa başlayırsan. Çünki bir müddət özünlə tək qaldın, danışdın öyrən. İndi biraz sıxılmağa başlayırsan. Özünə bir yoldaş axtarırsan. Həmin o yoldaş, belə deyim, əksər hallarda səhv yoldaş olur. Çünki düşünürsən ki, mənim bu boşluğumda mənə kömək oldu və yaxud da o məni başa düşdü. Əgər həmin adam səndən eyni frequencedə və ya necə bunu başqa bizim dildə daha rahat başa salım ki, yəni həmin adam səndən eyni həyat şəraitlərindədirsə, deməli o müvəqqətidir. Yox, səndən eyni şəraitdə bir-birinizə dəstək olaraq davam edirsinizsə, başa düşürsünüzsə, bölüşürsünüzsə, həmin dostluq biraz güclənir. Gələcəkdə də siz bir-birinizlə əlaqənizi saxlayacaqsınız. İndi düzdür, həmin o insanla gələcəkdə eyni bir ölkədə yaşamayacaqsınız. Bu 99% hallarda belədir. Çünki o insanın maraqları fərqlidir, sənin maraqların fərqlidir və ya ola bilər ki, özünə bir partner tapasan, həmin o partner də müvəqqəti olacaq. Bax, əksər hallarda bu belə olur. Çünki sən müəyyən bir şəraitin içində özünə yoldaş tapmısansa, partner tapmısansa, bu müvəqqəti olmaq səbəbi odur ki, həmin an üçün uyğunluq yaranıb. Amma sən stable olandan sonra tapdığın insan o biraz davamlı olur, o biraz uzun müddətli olur. Çünki sən özün stable olmusan və həmin insan da stabledirsə, qərarları düzgün verə bilirsiniz. Emosiyadan kənarda logical bir qərar verirsiniz, yəni məntiqli bir qərar verirsiniz. Və belə deyim, çalışın ki, hansı ölkədə olmağınızdan asılı olmayaraq, hansı yerdə, kimlərlə olmağınızdan asılı olmayaraq, daim inkişaf fikirləşin. Düzdür, o pul məsələsində də çətinliyiniz olacaq, maddi, mənəvi tərəfdən çətinliyiniz olacaq. Bu qaçılmazdır. Çünki dünyanı idarə edən puldur. Yəni, money ruling the world. Həqiqətən də bu belədir. Və bu sizdən asılı deyil. Sadəcə bu nə qədər çox qazanmağa, nə qədər yaxşı tərəfdən çox qazanmağa çalışsınız, bu sizin üçün rahatlaşdıracaq həyatınızı. Biraz sıxıcı ola bilər, qaçmayın. İndi yekunlaşdıracağım sizin üçün yaxşı bir tərəfə. Onu da yadda saxlayın. Mən videolarda da həmişə demişəm. Xaricdə təklik qorxusu olacaq, təklik hissi olacaq və tək yaşamaq olacaq. Maddi sıxıntınız mütləq ki olacaq. Amma bunların hamısının içindən çıxmaq üçün içinizdə bir yaxşı hisslər olsun. Özünüzlə danışın, özünüzlə dua eləyin, gecələr, səhərlər yuxudan duranda. Yəni, sizin özünüzlə tək qalmağınız inkişaf eləməyinizə gətirən ən vacib bir yoldur, ən vacib bir səbəbdir. Bəlkə də mən bu videonu hardasa 2019-2020-ci illərdə çəksəydim, başqa bir şey də deyərdim. Nə bilim, çox emosional danışardım və çox belə excited danışardım. Amma biraz sakitləşmişəm. Yaşadığım mühitlərdən fərqli şeylər öyrəndikcə, fərqli insanlar tanıdıqca və fərqli situationlara düşə-düşə biraz formalaşdığımı fikirləşirəm. Bəlkə də səhv fikirləşirəm. Siz özünüz bilərsiniz. 2019-2020-ci ilin videoları ilə müqayisə edirsiniz, özünüz deyə bilərsiniz. Nəysə, belə deyim, belə bir videoları davam eləmək istəyirəm. Bilmirəm, davam eləyim, eləməyim. Yaşadığım, gördüyüm şeyləri sizlə bölüşmək istəyirəm. Video məncə xoşunuza gəlir. Yenə deyirəm, heç kimlə bölüşməyin. Sadəcə özünüz baxın. Nəsə sualınız olsa, xaricdə yaşayanda təklik fikirləşirsinizsə, yazın mənə. Danışaq. Problem yoxdur. Nə bilim, canlı yayım eləyək, video call eləyək. Problem yoxdur. Mənə harada yazasınız? Maraqlı sualdır. Mənim Instagram yoxumdur. Bu, sırf xarici ölkələrə çıxmaq üçün falan. Bu, belə bir Instagramım yoxdur. Sadəcə rəydə yazın və Facebookda da mənə dostluq göndərin. Facebookda adımı, soyadımı bilirsiniz. Burada da heç bir sözlər falan yazmayacağım, alt yazı eləməyəcəm və yaxud da nəsə bir mahnı falan eləmirəm. Bu videonu indi söndürürəm və gedirəm, yükləyirəm YouTube-a. Siz də baxın, rəydə yazın və Facebookda da dostluq göndərin. Əgər həmin vəziyyəti yaşayırsınızsa, öpürəm sizləri, narahat olmayın, hər bir şeyin üstündən gələcək. Əsas odur ki, danışın və hazırdakı
şəraitinizdən xəbərdar olun ki, siz nəyin içindəsiniz, nə eləmək istəyirsiniz və sizi o yola aparan ən vacib şərtlər, ən vacib səbəblər nədirsə, onu tapın. Hələlik.